qarşıdurmalar, bu ixtilaflar ki, müsəlmanlar arasında yaranıb, müsəlmanların ilkin vəziyyəti budur ki, ilkin vəzifəsi, daha doğrusu, ilkin vəzifəsi bundan ibarətdir ki, onlar mübarizə aparmalıdır. Bizim ən yaralı yerimiz buradır ki, biz qarşıdurma yaranır, ixtilaf yaranır, biz öz kinimizdən, küdrətimizdən, biz öz həmin o egomuzdan əl çəkmirik, elə istəyirik ki, bu qarşıdurmanın dərinliyinə gedək, daha da çox problem yaradırıq. Amma məsələ budur ki, sən, mən müsəlmanıq. Müsəlmanın ilkin vəzifəsi budur ki, onun digər müsəlmanla arasında olan o ixtilaf ki var, onunla mübarizə aparmalıdır. Yəni, mübarizə yolunu seçməlisən. Ay, filan kəs mənə belə dedi, müsəlman qardaşım mənə belə dedi, o mənim arxamca belə danışdı, başa düşdük. Amma sən başa düş ki, burada bir problemlər yanana bilər. İxtilaf yaxşı bir şey deyil, qarşıdurma yaxşı bir şey deyil. Sən mübarizə aparmalısan. Mübarizənin də yolları var. Necə mübarizə aparmalıyam? Müsəlman qardaşımı çağırıram, ondan söhbət edirəm, mehriban davranıram. Necə ki, hədisdə deyilir, mənim eybimi deyən müsəlman, mənim qardaşım, kim ki, mənim eybimi deyir, mənim qardaşımdır. Yəni, qardaş kimi baxmalıyıq. Eybi var, eybimi deyib, bəlkə həqiqətən məndə bir eybi var, gedib onunla mən söhbət eləməliyəm, araşdırmalıyam, nə məsələdir, nə üçün belə deyirsən, yoxsa o mənim arxamca danışır, mən də gedib onun arxasınca danışıram. Elə, bu da gəlir nə olur, bəzi insanların, bəzi məktəblərin həmin o hədəfi ki var müsəlmanlar arasında ixtilaf yaransı gerçəkləşir. Biz ilk olaraq bunu ağlımızda saxlamalıyıq. İstər bu müsəlman dedikdə eyni məzhəbdə olan müsəlman olsun, istər fərqli məzhəbdə olan müsəlman olsun, fərqli məzhəbdə olan müsəlman da olsa, yenə bu müsəlmandır. Onlar da hamısı müsəlmandır. Məzhəbindən asılı olmayaraq. Təbii ki, radikal məzhəbi qoyuram qırağa işim yoxdur. Məzhəbindən asılı olmayaraq hamımız müsəlmanıq və müsəlmanın vəzifəsi də budur ki, qarşıdurma ilə mübarizə aparsın. Qarşıdurmaya mübarizə aparmalıyıq. İxtilafa qarşı mübarizə aparmalıyıq.